Olsun dəyərli qrup üzvləri, dəyərli izləyicilər, ümid edirəm yaxşısınız. Dünən 3 siqnal gəldi, qızıldan əla nəticə verdi. Ümumilikdə 10 siqnal mükəmməl bir nəticə verir. Səhər saatlarında biz qızılda satış əməliyyatları paylaşdıq və hal-hazırda 20 dollara bir, yəni deyək ki, take profit təyin eləmişik, yaxınlaşır bura. Eləcə də gümüşdə də mükəmməl bir nəticə oldu. Yəni biz dəfələrlə deyirik ki, gəlir olanda uşaqlar bunu trailing stopu bilmirsinizsə, sizdən çox xahiş edirəm. Yəni bunu deyirəm, yenə çoxları qulaq ardına vurur. Yəni bunu gəlir varsa, yəni trailing stop bilmirsinizsə, stop lossla təyin edə bilərsiniz. Bax stop loss çəkirsiniz gəlirə, yəni qutardı. Yəni burada heç bir ziyanı gedə bilməz. Keçən səfər operatorların birinə yazıblar. Qızılda deməli alış əməliyyatları gəlib 34-35 dollarlıq bir yüksəliş olub. Götürüb onu sığortalamayıblar. Yəni belə biraz səhlənkar yanaşmayın uşaqlar. Biraz diqqətli olun. Baxın indi hal-hazırda biz sığortaladıq. Yəni bu əks gəlsə yenə gəlirlə bağlayacaq. Yəni biz bir lotla vermişik. Deməli əks gəlsə yenə 273 dollarla bağlayacaq. Təbii ki, aşağı gəlsə biz təyin eləmişik bu nöqtəni, yəni bu nöqtəyə çatsa ən azından 2000 dollar gəlirlə bağlayacaq. Bir də ki, gümüşdə də mükəmməl bir gəlir verdi. 700 pipsi endi. Yəni çox mükəmməl gəlirlə çıxdıq. Gümüşü bağladıq. Qızıl da gözləyir ki, qızıl gəlsin, bu nöqtəyə çatsın. 2028 dollar gəlirlə bağlayacaq. Neftə gəldikdə isə neft ümumi olaraq yəni artıq biz YouTube kanalında paylaşmışdıq. Artıq alış əməliyyatları gəlib. Bitcoin də hələ alış əməliyyatlarına çatmayıb. Biz bunu paylaşmışdıq. Demək, alış əməliyyatlarını paylaşmışıq. Hələ alış əməliyyatlarına gəlib çatmır. Amma deyək ki, neftdə bugün çox üzr istəyirəm bizim VIP kanalına açaq. Əslində deməli biz YouTube kanalında biz paylaşmışıq 101.20'lərdə, amma YouTube kanalında 100.80'lərdən artıq enişdən gəldi üçün biz biraz tezləşdirdik bu əməliyyatlarını. Bitcoin-də yox, gümüşdə qəşəng. Deməli 83-850'lərdən 700 pipsi aşağı gəldi. Mükəmməl bir nəticə verdi. İndi hal-hazırda biz yəni biz deməli qızılı gözləyirik. Qızılı gözləyək görək. Bax artıq yaxınlaşır. Biraz da ensə və bağladı. Buy stoplar yerində qalmır. Biraz aşağı çəkə bilərik. Əgər gəlsə, demək alış əməliyyatları gəlsə deyərəm sizə hansı nöqtələrdə olar. Bu 85-ə qədər gələ bilər. 85-dən qayıda bilər. 85-də kiçik lotla buy açmaq olar. Digər cütlərə gəldiysə euro dollar, funt dollarda biz hələ ki alış əməliyyatı satışı yox, alış əməliyyatları günün ikinci yarısından sonra. Bir də xəbərlər var, vacib xəbərlər var uşaqlar, vacib xəbərləri mütləq. Baxın, Amerikada saat 16:30-da 2 vacib xəbəri var, bu 2 vacib xəbər. Yəni bunları izləyin. Yəni Kanada dolları ilə alqı-satqı edənlər varsa, bu vacib xəbərdə əsasən də bizə lazım olan 16:30-da budur. Bu xəbərlər, bu 2 xəbərdir, çox vacib xəbərlərdir. Bir də vacib xəbər, bunda bazara təsir göstərməsə, saat 6-da bu xəbər bazara təsir göstərəcək. Yəni 5-ci gündə biraz ehtiyatlı olmaq lazımdır. Yəni səhər saatlarında deyək ki, biz əməliyyatları, yəni qızılda və gümüşdə əməliyyatları biz gəlirlə bağladıq və yəni mükəmməl bir nəticə verdi. İndi gözləyirik ki, baxın, fikir verin, burada alış əməliyyatlarının yeri var da, uşaqlar. Baxın, 88-ə qədər, 90-da biz qoymuşduq. Bu buy stopdur. Belə, dünənki əməliyyatlar da mükəmməl nəticə verdi. Buy stop, sell stopları yerləşdirmişdi dünən uşaqlar. Demək, nələr baş verdi? Qızılda sell işə düşdü, gəlirlə nəticələndi. Bitcoin-da buy dünən biz buy əməliyyatlarına nəzər çatdırmışdıq. Mükəmməl bir nəticə verdi buy əməliyyatları. Sonra euro dollarda satış əməliyyatları işə düşdü. Funtda da satışlar
Dolar Yaponiyada alış əməliyyatına buy siqnalı açıldı və USD frankda da buy siqnalı açıldı. Yəni nə təyin etmişdiksə, onlar mükəmməl nəticə verdilər uşaqlar. Belə, demək yenə biz indi qızılı gözləyirik. Qızılda artıq 5115-lərə qoya bilərik buy əməliyyatlarını. Hələ ki buy yoxdur, buy gəlsə biz Telegram siqnal kanalında yenidən paylaşarıq. Səhər saatlarında deyək ki, biz paylaşdıq. Bax, qızılda sell əməliyyatlarını paylaşmışdıq. Qızılda 10-15 dollarlıq eniş üçün 5110-lardan TP 5090-lar uşaqlar. TP 5090-lar və TP 5090-lar oldu. Bax, 5090-lar buydu. Yəni bu 88-ə qədər gəldi, 89-a qədər 1-2 dollar biz elə bir ki, orada məsafə saxlayırıq ki, ola bilsin gedib 88-ə dəyməsin. Yəni ona görə 90-lardan dəyin elədi və baxın, yəni zərgər dəyiliyi idi. Məhz dəydi həmin nöqtəyə və qalxdı. Yəni bir də diqqətlə baxın bura. Yəni burada biz qızıl 10-15 dollar eniş. Deməli 5110-da satış əməliyyatları idi. Take profitdə 5090-larda take profit. Yəni mükəmməl bir nəticə verdi. Belə biz yəni yaxşı olardı ki, Telegram siqnal kanalına üzv olasınız ki, orada daha tez siqnalları alarsınız. Yəni YouTube kanalında və yaxud da Instagramda biraz gec olur. Yəni qismən deyirik biz. Amma əsas siqnal kanalında paylaşırıq. Sağ olun, inşallah görüşmək ümidi ilə uşaqlar.